Argentina yığmasının futbol üzrə dünya çempionatındakı çıxışı onu tənqidçilərin əsas hədəfinə çevirib. Hətta xüsusi olaraq yaradılmış Argentina Out saytında bu yığmanın turnirdən uzaqlaşdırılması tələbi ilə petisiya yerləşdirilib. İlkin olaraq hədəf 5 milyon imza olsa da, petisiyanı indiyənə qədər 7 milyon şəxs imzalayıb. Bu münasibətin əsas səbəbi çoxsaylı konspiroloji nəzəriyyələrdir. Belə ki, bir çoxları FIFA'nı son dünya çempionlarına himayədarlıq göstərməkdə, titullarını qorumaq üçün Lionel Messi və onun komanda yoldaşlarına kömək eləməkdə ittiham eləyirlər. Medialog xəbər verir ki, məşhur Forbes nəşri də bu mövzuya xüsusi yazı həsr eləyib. Nəşr qeyd eləyib ki, bütün bu konspiroloji nəzəriyyələrin yaranmasına səbəb dünyanın ali futbol qurumu olan FIFA'nın adının dəfələrlə korrupsiya qalmaqallarında hallanmasıdır. Bəzi tənqidlər FIFA prezidenti Gianni Infantino'ya qarşı yönəlib. Infantino ABŞ prezidenti Donald Trumpla yaxın əlaqələrinə görə kəskin tənqid olunur. Çünki ABŞ həm də bu ilki Dünya Kubokuna ev sahibliyi eləyən ölkələrdən biridir. Xüsusilə Trumpın ABŞ yığmasının hücumçusu Folarin Balogunun qırmızı vərəqə cəzasının ertələnməsi qərarından əvvəl Infantino'ya zəng eləməsi mübahisəni daha da alovlandırıb deyə məqalədə qeyd olunur.